Bir daha hər vaxtınız xeyir dəyərli izləyicilər. ASTV xəbərin saat 12 buraxılışını təqdim edir. Bir neçə il əvvəl Bakının mərkəzində salınan qış parkı və mərkəzi park sakinlərin üz tutduğu əsas məkanlara çevrilib. Yazın gəlişi isə bura marağı daha da artırıb. Əməkdaşlarımızın reportajı var, izləyək. Əvvəlkindən fərqi hiss edirik, çox gözəldir. Adamın ürəyi açılır. Biz də boş vaxt olanda belə gəlib oturub parklarda istirahət edirik. Vacib deyil ki, pul verib haradasa istirahət edəsən. Pulsuz belə gözəl yerdə istirahət eləməyə dəyər. Görüntülər son illərdə paytaxt sakinlərinin sevimli güşəsinə çevrilən qış parkındandır. Burada vəziyyət heç də hər zaman belə göz oxşayan olmuyor. Köhnə evlərin yerləşdiyi nimdaş, ensiz küçələrdən ibarət bu məkanda indi sanki cənnətdən bir güşə yaradılıb. Təbii ki, gərgin əmək tələb edən abadlıq işləri sayəsində. Abadlıq işlərinə ilk olaraq qış parkından başlanılıb. İndi burada tamam başqa bir mühit var. Geniş, səlqəli və rahat. İnsanlar burada gəzməkdən, dincəlməkdən zövq alırlar. Bərpa işlərindən sonra istirahət yeri kimi burayı tutanlar asudə vaxtlarını istədikləri kimi keçirirlər. Asudə vaxtlarımda bura adətən gəlirəm. Yəni çox əlverişli bir parkdır. Hər bir şəraiti var. O qədər qəşəngdir ki, biz hər isti havalarda gəlib burada istirahət edirik. Altı bazarlar burada çoxlu oynayırıq dostlarımızla. Futbol oynayırıq, qaçırıq, tuturuq, velosiped sürürük. Bu günləri parka gəlmişik biz. Futbol oynayırıq burada, qaş tutdu oynayırıq, gizlənpaz oynayırıq. Müasir standartlara uyğun şərait mühitinin formalaşdırılması üçün işlər təkcə qış parkı ilə yekunlaşmır. Mərkəzi park qış parkının davamı kimi salınıb. Dar küçələr, köhnə evlərin yerində salınan bu göz oxşayan mənzərə isə hər kəsin ürəyincədir. Biz bu günləri istirahət gündə oğlumla çıxmışam gəzməyə. Qəşəng şərait var burada. Vallahi onu deməyə ehtiyac yoxdur. Kör gör. Əvvəl nə gündə idi bura. Şükürlər olsun, qəşəng parklarımız var. Oğlumuz həmişə gəlir bura, dincəlir, istirahət edir. Yenidən abadlaşdırılması, yeni tikililərin olunması, yeni şəraitin yaradılması biz tələbələr üçün də çox sevindirici haldır. Gördüyünüz kimi qrup yoldaşlarımız, ümumi patok yoldaşlarımız, digər hər kəs burada boş vaxtlarımızda gəlirik, istirahət edirik. Əvvəllər köhnə tikililər var idi və bu bizim asudə vaxtımızın keçirilməsinə maneə yaradırdı. Çünki onların təmizliyi yerində deyildi. Amma indi gördüyünüz kimi biz burada piknik edirik və mən hər kəsi təmizliyə çağırıram. Çünki təmizlik bizim istirahətimiz üçün əlverişli imkanlar yaradır. Oyun da oynayırıq dostlarımızla və mənim də bir daşım qalıb. Mən daşımı qoyuram və uduram, əhvalım da daha da düzəlir və hər şey daha da yaxşı olur. Burada zövq almaq və dincəlmək üçün rahat şərait bizi qarşılayır. Təhlükəsizlik də yüksək səviyyədədir. Burada özümüzü tam rahat və təhlükəsiz hiss edirik. Mən Mərkəzi Parkdan həzz alıram. Artıq yaz gəlir və burada mühit daha da gözəlləşib. Günəş şüası qəbul edirik, söhbətləşirik. Bura piknik üçün gözəl yerdir. Bura gəlib oyunlar oynamaq olar. Burada özümüzü təhlükəsiz hiss edirik. Özüm gitaristəm. Havalar düzələndən sonra gitara məşğələlərimi mütəvazi olaraq burada eləyirəm. Xüsusilə yazın gəlişi və bahar təravəti ilə bu parka üst tutanların sayında ciddi artım müşahidə olunur. Parkda uşaqlar üçün yaradılan atraksiyonlara isə böyük maraq var. Bir sözlə, qarşıdan gələn isti aylarda həm dincəlmək, həm də sağlamlığınızın qeydinə qalmaq üçün Mərkəzi Parka üst tuta bilərsiniz. Güllər. Ağaclar da gözəldir.
ən sevdiyim parklardan biridir. Çox xoşuma gəlir bu park. Ümumi sahəsi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Parkda 19 növdə 2100-dən artıq ağac, 137 mindən çox gül və kol bitkilər əkilib. Natiq Çıraqzadə, Şamilə Şamil qızı, Elxan Axundov, Mirəziz Mirəloğlu, ASTV xəbər.